Bismillahirrahmanirrahim. Sallallahu ala Muhammedin və alihi tayyibin ət-tahirin. Əqaid dərsidir. Səhv etməsəm bugün 5-ci dərsimizdir və bəhsimiz Allah tanımadadır. Dedik ki, insan Allahı müxtəlif yollarla tanıya bilər. Həm öz daxilinə vararaq Allahı öz vücudunda tapa bilər, öz varlığında, ruhi varlığında, həm insan anatomiyasında, biyoloji durumunda və həmçinin özündən kənarda, təbiət aləmində, səmalarda, yerdə, göydə, hər bir yağış damcısında Allahın izin, Allahın əsərin, hər bir güldə, hər bir çiçəkdə, hər bir hadisədə, ictimai hadisələrdə, fərdi hadisələrdə Allahı tapmaq olar. Yetər ki, insan Allah tanıma gözü ilə baxsın, iman eynəyi ilə baxsın, təfəkkür baxış bucağından baxsın. Yoxsa ki, göstəricilər çoxdur, nişanələr çoxdur, əlamətdar çoxdur və tanımaq üçün qapı açıqdır. Mən ilk olaraq bugünkü dərsimizdə yenə də Allah tanımanın o nişanələri haqqındakı ötən söhbətlərimizdə var idi. Yenə də onu davam edirəm. Bugünkü bəhsimizdə Allahın nişanələrindən biri olan səma haqqında danışmaq istəyirəm. Səmalar, hansı ki Quran-ı Kərimdə, yəni göy, atmosfera, səma ifadələri çox işlənib. Casiyə surəsinin əvvəl ayələrində 3-cü ayədən ta 5-ci ayəyə qədər. İndi mən Casiyə surəsini açana kimi zirəng tələbələrimizdən biri inşallah həmin surənin də tərcüməsini bu yazı yerinə göndərsə, oradan hamı baxar, istifadə eləyər. Mən ayəni oxuyuram, ayələri daha dəqiq desək. 3-cü ayədən təqribən 5-ci ayəyə qədər buyurur: Əuzu billah minəşşeytanirracim. İnnə fis-səmavati vəl-ərd. Həqiqətən göylərdə və yerdə lə-ayatin, ayələr var, nişanələr var, lil-müminin, amma imanlılar üçün. Və fi xalqikum və mə yəbuthu min dabbətin ayatun liqavmin yuqinun. Yerə deyir sizin yaradılışınızda və belə deyək, hər bir canlı varlıqda, ayaq açıb yeriyənlərdə ayələr var, nişanələr var, yəqin eləyənlər üçün. Vaxtilafil leyli vən nəhar. Gecə gündüzün gərdişi, gecə gündüzün yer dəyişməsi. Və ma ənzəlallahu minəs-səmai min rizqin. Və səmadan Allah Taala'nın nazil etdiyi ruzilər, səma predmeti, həm də o ruzi baxımından diqqət çəkir ki, Allah ruzini səmadan nazil edir. Fəəhya bihil ərdə ba'də mavtiha. Və yer öləndən sonra yeri Allah diriltdi. Yəni qış fəslindən sonra deyək ki, yaz fəsli gəlir. Və tasrifir riyah, küləklərin hərəkəti. Bütün bunlar ayatun liqavmin ya'qilun. Düşünənlər üçün, ağıllı insanlar üçün ayələridir, nişanələridir. Bu bir ayə. Növbəti ayə Ali İmran surəsinin 190-cı ayəsidir. Orada da buyurur səma barəsində: İnnə fi xalqis səmavati vəl-ard və ixtilafil leyli vən-nəhar ləayatin liulil əlbab. Həqiqətən göylərin və yerin yaradılışında, gecə və gündüzün gərdişində, hərəkətində ləayatin, ayələr var şübhəsiz, nişanələr var, göstəricilər var. Amma kimədir bu göstəricilər? Orada dedi, bu
göstərici gözü ilə baxmaq üçün yəqin lazımdır, iman lazımdır, təfəkkür lazımdır, düşüncə lazımdır. Burada buyurur li ulil əlbab, ağıl sahibləri üçün. Bu ayədə buyurur ağıl sahibləri üçün. Mənim bu ayə ilə və bundan sonra olan 3-4 ayə ilə, yəni Ali İmran surəsinin 190-cı ayəsindən ta 190 məsələn 4-cü ayəsinə qədər olan ayələrlə 4-5 ayə ilə işim var. Onu inşallah söhbətimin gedişatında deyəcəm. Başqa bir ayəyə də toxunum. O da İbrahim surəsinin 10-cu ayəsidir. Orada da yenə səma ifadəsi gəlir, səmalar ifadəsi gəlir. Buyurur, qalət rusuluhum, peyğəmbərləri belə dedi, əfillahi şəkkun, məgər siz Allahda şəkk edirsiniz? Fatiris səmavati vəl-ərd, göylərin və yerin yaradanı olan Allahda. Demək, bugünkü bəhsimizin adı səmaların yaradılışına diqqət. Yəni, səmalar Allahın nişanəsi olaraq. Mən bir hədis deyim, əziz dostlar, qardaşlar, bacılar. Deyirlər ki, Həzrət Peyğəmbər gecələrin birində, bu həmin 191-ci ayə ki var, o ayənin ardında bu hədis qeyd edilib, o ayənin izahında belə deyək, şə'n-i nüzulunda. İndi mən oxuyacam o ayələri. Peyğəmbər gecələrin birində bir qısa istirahət eləyəndən sonra yuxudan oyanır, dəstəmaz alır və namaz qılmaqla məşğul olur. Peyğəmbər namazda deyirlər o qədər ağlayır, ətəyi islanır. Sonra gedir səcdiyə, yenə səcdədə o qədər ağlayır ki, səcdə etdiyi yer islanmış vəziyyətə gəlir, keçir, yeri isladır. Deyirlər, səhərə qədər Peyğəmbər belə idi, Həzrət Peyğəmbər. Bilal, Peyğəmbərin ki, o xüsusi azançısı idi, azan vaxtı Həzrət Peyğəmbərə yaxınlaşır ki, və Peyğəmbəri görür ki, Peyğəmbər ağlar haldadır. Buyurur, ya Resulallah, məgər Allahın lütfü, əffi sizin halınıza şamil deyil. Yəni, bu qədər niyə ağlayırsınız? Həzrət buyurur ki, Bilal, məgər mən Allahın şükr edən bəndəsi olmuyum? Bəyəm, mən Allahın şükr eləyən bəndəsi olmuyum? Niyə ağlamayım? Bir halda ki, bu gecə mənə elə bir ayələr nazil olub ki, o ayələr təkan verici ayələrdir. Məni titrədən, məni silkələyən bir ayələr nazil olub. Ondan sonra Həzrət Peyğəmbər başlayır o ayələri oxumağa. O ayələrdə Ali İmran surəsinin həmin 190-cı ayədən mən oxuyuram ta 194-195-ə qədər. O ayələri də əgər elə mən oxuya-oxuya siz tərcüməsin göndərsəz, mən də oxuya-oxuya siz də oradan baxmış olarsınız. Amma ayələrə gəlincə, ayələr belədir. Ali İmran surəsinin 190-cı ayəni oxudum. Deyir ki, Əuzu billah minəşşeytanirracim. İnnə fi xalqis səmavati vəl-ərd. Göylərin və yerin yaradılışında və ixtilafil leyli və nəhar, gecənin və gündüzün yer dəyişməsində nişanələr var. Li ulil əlbab, ağıllı insanlar üçün, düşünənlər üçün. Kimdir bu ağıl sahibləri? Ondan sonra növbəti ayədə bu ağıl sahiblərinin xüsusiyyətinə toxunur. Əl-ləzīnə yəzkurunəlləhə. Ağıl sahibləri o kəslərdir ki, yəzkurunəlləhə, Allahı yad edirlər. Hansı halda? Qiyamən və quudən və əla cünubihim. Qiyam halında, yəni ayaq üstə olduqları vaxt. Və quudən və oturaq hallarında. Və əla cünubihim və yataq halında, uzanıq halında Allahı yad edirlər.
və yetefekkerun fi xalqis semavati vel ard. Və onlar səmaların və yerin yaradılışında təfəkkür edirlər. Bəhsimiz səmalardır da. Ondan sonra onlar deyirlər. Deyirlər nəinki dilə gətirib deyirlər. Yox, yəni ürəklərində deyirlər. Qəlb, vücudlarının dərinliyi ilə deyirlər. Rəbbənə ma xələqtə haza batilən subhanək. Elə ki, bunlar oturaq halda, uzanıq halda, ayaq üstə Allahı yad edirlər. Səmalara baxırlar, düşünürlər, təfəkkür edirlər səmaların yaradılışında və deyirlər, ey bizim pərverdigarımız, ma xələqtə haza batilə. Sən bunları batil olaraq, əbəs olaraq, yersiz olaraq xəlq eləməmisən. Subhanəkə, pak və münəzzəhsən. Fəqina əzabən nar. Bizi cəhənnəm odundan xilas elə. Nə gözəl, raz-ı niyazdır. Bəzən biz duaları oxuyanda o hal, o his, o raz-ı niyaz, o münacat halı bizdə Allah lütf eləsə olur. Amma Quran-ı Kərimdə deyil. Quran-ı Kərimdə belə deyil. Xeyr, elə hədisdə var, Quranı da hüznlə oxuyun. Quranın bəzi ayələri sanki rozədir. Qutilə əshabul uxdud, bu rozədir. Bə'əyyi zənbin qutilət, hansı günahına görə öldürüldü? Oradakı körpə uşaqları diri-diri qız uşaqlarını bastırırdılar. Quran buyurur, bə'əyyi zənbin qutilət. Bu ayənin ləhni, ayənin deyiliş tərzi emosionaldır, rozədir. Bu ifadələr də həm Quran ayəsidir və həm də duadır. Rəbbənə innəkə mən tudxilin nərə fəqəd əxzəytə. Bu ağıl sahiblərinin münacatıdır. Bəzən biz düşünürük ki, ağılla his ayrı-ayrı kateqoriyalardır. Yəni insan düşünür, bir də var insan emosiya, insanda duyğular, bunlar ayrı-ayrıdır. Düzdür, bunlar ayrı-ayrıdır. Amma ən gözəl duyğular ağıl sahiblərinin düşünərək vücudlarında yarandığı duyğulardır. Bir var insan elə heç nədən emosionaldır. Bir nəfər deyirdi, mən toyuq başı kəsiləndə baxa bilmirəm ona. Yox, amma bir də var düşünərək o halın yaranması, düşüncədən yaranan duyğu. Bu daha dərindir, daha şirindir. Rəbbənə, belə deyərlər, ey bizim Rəbbimiz, innəkə həqiqətən sən, mən tudxilin narə, hər kəsi cəhənnəm oduna atsan, fəqət əxzəytə, day onu rüsva eləmisən. Şübhəsiz onu rüsva eləmisən. Və malil zaliminə min ənsar. Və zalimlara heç kəs köməkçi ola bilməz. Onların heç köməkçisi yoxdur. Bundan sonraki ayədə suzunu açdı, dərdlidir və ahəngi də ahəngdir. Ahəngi də ahəngdir. Rəbbənə innənə səmi'nə. Günah deyən yunadi lil iman. Ey bizim Rəbbimiz, həqiqətən biz səmi'na, eşitdik münadiyən bir münadini. İndi bu münadi Peyğəmbər ola bilər ki, Peyğəmbər bizi Allaha səsləyir də. Bu münadi, yəni səsləyən, münadi yəni səsləyən, nida eləyən. Bu münadi insanın, ötən dərslərimizdə də dedik, vücudunun dərinliyindən baş qaldıran ilahi səs ola bilər ki, Allaha tərəf qaydın, Allaha tərəf dönün. Elə bu münadi Rəcəb ayında Əynər Rəcəbiyyun deyirlər, mələk-i dai var Rəcəb ayında, mələk-i dai. Bir mələk var ki, Rəcəb ayında o nida eləyər. Başqa vaxtları cümə gecələri olar. Amma Rəcəb ayında elə bu nida eləyər ki, Allah tərəfindən, Əynər Rəcəbiyyun. Və Allahın dilindən deyər ki, Allah deyir, kimdir ki, bağışlanmaq istəyir, gəlsin mən onu bağışlayayım. Ay mənim öz ayımdır,
Hər kəs mənlə oturub dursa, mən də ondan oturub duraram. Hər kəs mənə itaət eləsə, mən də ona itaət eləyərəm. Və o heyrətamiz ifadələr və sözlər ki, Rəcəb ayı barəsində var. Sabah Rəcəb ayının 25-ci günüdür, hədisdə var. Hər kəs Rəcəb ayının 25-ci günü oruç tutsa, onun orucu 70 illik günahının kəffarəsidir. 70 illik günahın məhv eləyər. Bir insanın ki 70 illik günahı məhv olunsa, o behişt əhlidir da. Yəni sabahın orucu behiştə daxil olmaq üçün icazə vərəqəsidir. Doğrudan oruç da oruc ola, insan da qoruya. Təbii ki, imanlar fərqlidir, mərifətlər fərqlidir. Ali İmran surəsinin 193-cü ayəsi Rəbbənə innənə səmihna munadiyən. Ey bizim Rəbbimiz, biz bir münadinin səsini eşitdik. Bunu Peyğəmbər deyir, ha? Həzrət Peyğəmbər Bilala deyir ki, o münadi belə deyirdi, yunadi lil iman. Bizi imana səsləyirdi. Deyirdi, ən aminu bi Rəbbikum. Öz Rəbbüzə iman gətirin. Fə amənna. Biz də iman gətirdik. Bunlar ağıl sahiblərinin sözüdür. Rəbbənə fəğfir lənə zunubənə. Ey bizim pərverdigarımız, bizim günahlarımızı bağışla. Və kəffir ənna seyyatina. Və bizim pis əməllərimizi məhv elə. Və təvəffəna mə'əl əbrar. Öldürəndə də bizi yaxşılarla öldür. Rəbbənə. Elə bu Rəbbənə nəyə desən deyər. Elə əsl məqsəd də o Rəbbənalardır. Və atina ma vəəttəna əla rusulikə. Ey bizim pərverdigarımız, bizə əta elə, bizə ver. Nə? Ma vəəttəna əla rusulikə. Öz peyğəmbərlərə vəədə verdiyin şeyləri. Hansı şeylər ki, peyğəmbərlərə söz vermirsən, bizə ver. Və la tuxzina yevməl qiyamə. Qiyamətin günündə bizi rüsva eləmə, bizi xar eləmə. İnnəkə la tuxliful miad. Sən elə bir Allahsan ki, heç vaxt öz verdiyin sözə xilaf çıxmazsan, vədələr və xilaf çıxmazsan. Mən bu 94-cü ayəyə qədər deyir Peyğəmbər orada tilavət elədi. Amma mən 95-ci ayədən də əvvəlindən bir hissə oxuyuram. Orada maraqlıdır. Maraqlıdır bu qədər Rəbbənə, Rəbbənadan sonra Allahın cavabı nədir? Allah da Allahdır da. Allah da kərimdir. O da kəm gətirmir ki. Deyir, fəstəcabə ləhum Rəbbuhum. Bunları bu deyəndən sonra onların Rəbbi onları müstəcab elədi. Duaların, Rəbbənaların qəbul elədi. Dedi, ənni la udi'u əmələ amilin minkum. Mən elə bir Allaham ki, heç bir əməl sahibinin əməlin zay eləmərəm. Burada bir nöqtə var. Əməl 100 dərəcə selsidə qaynayır. Bilmirəm, əgər dərsimizin sonunda vaxt qalsa, mən bu cümləyə işarə eləyərəm, əgər vaxt qalsa. Qorxuram, demirəm ki, dərsi tamamlayaq. Min zəkərin o unfa. İstər kişi olsun, istərsə də qadın. Əməl sahibi olsa, mən onun əməlin zay eləmərəm. Həzrət Peyğəmbər bu 4 ayəni ki, oxudu. Oxuyandan sonra Peyğəmbər bir cümlə buyurdu. Buyurdu, vəylun limən qərəha və ləm yətəfəkkər fiha. Vay olsun bu ayələri oxuyub üzərində düşünməyən şəxsin halına. Ki, bu ayələri oxuya, amma bu ayələrdə təfəkkür eləməyə. Səma ayələridir da. Səmaya baxmaq, yerə baxmaq. Səma barəsində danışırıq, əziz dostlar, qardaşlar, bacılar. Mən o ayələrə yenə qayıdacam. Əli əleyhissalamın da bu barədə bir rivayəti var. Qısa olaraq bu səma barəsində danışım. Sizcə, baxın, səma deyildikdə siz səmanı necə qiymətləndirirsiniz? Necə təsəvvür yaranır? Necə hal yaranır sizdə? Səmanın göyündə, yəni adam göyə baxanda nə hisslər keçirir?
Səma barəsində bəlkə də ilk zehnə gələn onun genişliyidir. Əhsən sonsuzluq bir nəfər yazdı, gözəldir. Yəni onun heyrətamiz genişliyi. Adam baxır, genişliyi, hələ onun o digər xüsusiyyətləri bir yana. Bəli, ucu bucağı görünməyən, bilinməyən səma. Paçlıq da onun bir xüsusiyyətidir. Aydın səma. Səmanın bir aramlığı da var, sonsuzluğu da var. Səma, atmosfera, göy. Baxın, ötən bəhslərimizdə dedikdir ki, yer kürəsi hansı ki, digər planetlər kimi özü də bir planetdir. Məsələn, Günəş özü yer kürəsindən qat-qat böyükdür. Günəş özü həmin bizim qalaktikada yerləşir. Və dedik ki, alimlərin son tədqiqatlarına görə, son araşdırmalara görə 1 milyard qalaktika belə deyək, kəşf edilib. Kəşf edilib, yəni son nəzərləri 1 milyard qalaktika üzərindədir. Nəinki 1 milyard qalaktikaya gediblər, görüblər, kəşf ediblər. Qalaktikamızın qalınlığı nə qədərdir? Hansı ki, Günəş sistemi, bu əzəmətində Günəş sistemi o bizim qalaktikamızın içərisində yerləşir. Mən o vüsət məsələsi ki var, o vüsətə qısa olaraq toxunum, yəni onun genişliyinə bir işarə eləyək. Qalaktikamızın qalınlığı deyirlər 100.000 işıq ilidir. Mən burada qeyd etmişəm. 100.000 işıq ili. Nə deməkdir 100.000 işıq ili? Yəni saniyədə 300.000 kilometr, saniyədə 300.000 kilometr sürətlə qalaktikanın bu başından o başına hərəkət eləyəsən. Nə qədər vaxt lazımdır? Saniyədə, bir də təkrar edirəm, saniyədə 300.000 kilometr sürətlə bizim yaşadığımız qalaktikanın, kəhkəşan da deyirlər də, bu başından o başına hərəkət eləyəsən, bu hərəkətin zamanı nə qədər çəkər? Deyirlər 100.000 il lazımdır. 100.000 il. 300.000 saniyədə ha, saatda yox. 300.000 kilometrlə ha. Yəni bir saniyədə 300.000 kilometri qət edir. 100.000 il lazımdır bu başından o başına. Bu qalaktikanın belə deyək, o vüsəti. Günəş özü hərəkətdədir. Bəli, yer kürəsi Günəşin ətrafına hərəkətdədir. Düz, amma Günəşin də öz hərəkəti var. Günəş sabit deyil ki. Günəşin öz hərəkəti var və ümumiyyətlə Günəş hər dəfə o saçdıqca o özündən enerji yayılır və bu enerji də tükənən enerjidir. Tükənməz deyil. Yəni nə vaxtsa Günəşin enerjisi indi deyək ki, məsələn, milyon illərdən sonra. İndi hər nə vaxtsa Günəşin enerjisi qutaracaq. Çünki Günəş hər dəfə tulu etdikcə ondan küllü miqdarda enerji ayrılır və bu enerji ayrılması nə vaxtsa Günəşin bitməsi deməkdir. Günəşin bitməsi də yer kürəsində həyatın məhv olması deməkdir. Hətta biz dinə də inanmasaq, Allaha da inanmasaq ki, qiyamət günü var, yer kürəsi dağılacaq. Elə elmi yollarla da ən azı Günəşin enerjisinin bitməsi yolu ilə deyə bilərik ki, nə vaxtsa yaşadığımız yer kürəsində həyat nə vaxtsa dayanacaq, tamamlanacaq. Günəş hərəkət eləyir. Qalaktikanın başına nə qədər, yəni Günəş qalaktikanın başına fırlanır, ətrafına fırlanır, o nə qədər vaxt aparır? 250 milyon il. Yəni Günəşin 250 milyon il vaxt lazımdır ki, Günəş qalaktikanın başına bir kuruq vursun. Bir dövrə fırlanması bu qədər vaxt aparır. Bu qalaktikamızın böyüklüyünü göstərir. O zaman qalaktikaların sayı nə qədərdir? Dedim, 1 milyard qalaktika son araşdırmaların nəticəsidir. Qalaktikamızda ulduzların sayı nə qədərdir? Deyirlər, təkcə bizim qalaktikamızda 100 milyard ulduz var. Bizim qalaktikada 100 milyard ulduz var. Mən istədim bu məlumatları deməklə qeyd eləmişdim bunları. O səmanın vüsət məsələsinə toxunum. Amma indi siz burada
səmanın paçlığını demisiniz, xoşbəxtlik hissini demisiniz. Ondan sonra səmanın genişliyi, sonsuzluğu, indi sonsuzluğuna toxunduq, paçlığını demisiniz. Onların hər birinə toxunmaq üçün ayrıca bir fürsətə ehtiyac var. O qədər paçdır, o qədər əslən dili var səmanın. Səmanın dili var. Və baxın, bizlərlə də bu təbiətin ayədir da. Ayə. Səma ayədir, nişanədir. Bir şəhərə gedirsən, biri ilə xoş danışmırsan, heç adama cavab da vermir. Amma hörmətlə danışanda cavab da verir, yol da göstərir. Səma ayədirsə demək, səma yol göstərəndir. Rəbbinə səsləyir da. Mən onunla xoş danışmalıyam ki, o da mənə xoş təbəssüm eləsin və yol göstərsin. İşarə eləsin ki, yol bu tərəfdədir. Bəlkə biz Allahın ayələri ilə düzgün rəftar eləmirik. Düzgün salamlaşmırıq hər səhər. Odur ki, yaxşı ünsiyyət quranmırıq və bizə də heç üzümüzə baxan yoxdur, yol göstərən yoxdur. Yoxsa ki, hər bir daş, hər bir qum dənəsi, hər bir su damcısı, o ki, qaldı səmalar olsun. Ayə olmağa yetər, kifayətdir. Allahın qoşunudur, Allahın göstəricisidir. Mərhum Ayətullah Məliki Təbrizi, Allah ruhunu şad eləsin, deyirlər, o hər gün səhər yuxudan oyananda, oyanan kimi birinci səcdiyə gedərmiş. Ondan sonra deyir, pəncərəni açarmış, hələ dəstəmazsız zatsız ha, yəni hələ gəlib dəstəmazını almayıb. Yəni birinci səcdiyə gedərmiş. Sonra indi ya dəstəmaz alarmış, ya hələ ondan əvvəl pəncərəni açarmış, namaza, gecə namazından əvvəl ha, namaz, biz tez elə möhrü qoy, ya Allah. Səmaya baxarmış. Ürəfanın qəlbi lətifdir, səmaya baxarmış. Ayələr buyurur, səmalarda təfəkkür eləyin. Əqaid budur da. Allah tanımadır da. Əqaid yəni tövhid, Allah tanımı. Tövhid də ki, bu təbiət aləmində tövhid yayılıbdır da. Oradan adam tövhid ilham ala bilər, ruhu üçün, nəfsi üçün. Mən bir hədis deyim Əmirül Müminin Əli əleyhissalamdan. Baxın, Qaf surəsində də, hələ hədisi deməzdən öncə, Qaf surəsindən bir ayə deyim. Buyurur, Əfələm yanzuru iləs-səmai fəvqəhum. Onlar öz başları üzərindəki olan səmaya baxmırlar. Qur'an-ı Kərimdə 313 dəfə səma sözü keçib. Səma və ya səmalar, yəni söz ya tək olaraq ya cəm şəkildə 313 dəfə səma sözü keçib. Nə qədər Quran səmaya əhəmiyyət verib. Bura əfələm yanzuru iləs-səmai fəvqəhum. Öz başları üstündə olan səmaya heç baxmırlar, nəzər eləmirlər. Keyfə bənəynaha. Biz onu necə inşa elədik, necə bina elədik. Və zəyyənnaha. Və ona zinət verdik. Zinət verdik. Nə ilə? Ulduzlarla. Ulduzlar səmanın zinətidir da. Və mə ləhə min furuc. Özü də o səmanın heç bir yırtığı yoxdur, heç bir dəliyi yoxdur. Və mə ləhə min furuc. Bu səma barəsində olan ayədir. Deyir, Həzrəti Peyğəmbər gecə yuxudan oyanardı, misvak vurardı Peyğəmbər, dişlərini təmizləyərdi dəstəmazdan əvvəl. Mərhum Əllamə Təbatəbai buyurur, Peyğəmbər dəstəmaz almazdan əvvəl dişini təmizləyib, sonra dəstəmaz alardı. Ondan sonra bu ayəni oxuyardı. İnnə fī xalqis səmavati vəl ərd. Həmin ayə ki, mən hüzurunuza oxudum. Mən Əmirül Müminindən də, Peyğəmbərdən dedim, səma barəsində Peyğəmbərin səmanı müşahidə etməsi, ağlaması və bir rivayətdə Əli əleyhissalamdan oxuyum icazənizlə. Bağışlayın. Əli əleyhissalamın səhabələrindən biri Həbbə adında.
həbbəyə irini. Deyir, bir gecə mən Novf da mənim Novf, o da mənim dostum idi, o da mənim yanımda idi. Darul Kufədə, Darul İmarənin həyətində yatmışdıq. Darul İmarə indi Kufiyə gedənlər görüblər. Həzrət Əliyin evinin yanında da indi o Darul İmarədən demək olar ki, əsər əlamət qalmayıb. Bir yeri qalıb, biraz da o köhnə, viranə bir əlamətlər qalıb ki, Darul İmarə imiş ora. Orada deyə yatmışdıq. Birdən gördük ki, Əli əleyhissalam Darul İmarənin həyətində Həzrət valeh haldadır. Əlin söykəyib divara və bu ayəni oxuyur. Həmin hüzurunuza oxuduğum ayəni. İnnə fī xalqis səmavati vəl-ərd. Özü də valeh halında, şeyda halında, heyran halında, heyran və təəccüblü bir halda, təəccüb. Bizə desələr səma, səmadır da gündə gördüyümüz dağdır da. Burada nə təəccüb var? Məsələn, biz qeyri-adiliyi axtarırıq. Ayətullah Misbah buyururdu ki, ürəfadan birini mən Qumda Hüccətiyyə mədrəsəsində gördüm. Gördüm ki, gülə baxır. Mədrəsənin həyətində də gül var idi. Gülə baxır, bir 20 dəqiqə bəlkə baxdı. 20 dəqiqə, bəlkə yarım saat. Baxırdı, ağlayırdı. Əli əleyhissalam əlin söykəyib divara, təəccüblü halda başladı bu ayələri oxumağa. Həmin ayə ki, hüzurunuza oxudum. وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ. Özü də deyir, qiyamən, ayaq üstə bunlar Allahı yad edirlər. Ayaq üstə təkcə fiziki ayaq üstə deyil da. Yəni, işin rast gətirəndə də, bərk gedəndə də, oturanda da, yavaş gedəndə də, pullu olanda da, kasıb olanda da, sevinç halında da, qəmli halında da Allahı yad edirlər. Görürsən, evdə toydu, heç namaz da yaddan çıxdı. Bəzi durumlarda adam onda imtihandır da. Və yataq vəziyyətində, böyrü üstə və əla cunubihim, yəni böyrü üstə, bizim loru dinlən desək, yəni yataq halında da Allahı yad edirlər. Allahın adını çəkib yatağa girirlər. Və əla cunubihim və yətəfəkkərunə fi xalqis səmavati vəl-ərd. Təfəkkür edirlər səmalarda, yerdə. Ondan sonra başlayır o Rəbbənaları ki, bayaq deyirdim. Rəbbəna, mən istəyirəm bu ayələri oxumaq. Rəbbəna ma, Əli əleyhissalamın dilindən. Rəbbəna ma xələqtə həzə batilən subhanəkə fəqina əzabənnar. Rəbbənə innəkə mən tudxilin narə fəqəd əxzəytə və ma lizzaliminə min ənsar. Rəbbənə innənə səmi'nə munadiyən yunadi lil-iman ən aminu bi rabbikum fəamənnə. Rəbbənə fəğfir lənə zunubənə və kəffir annə seyyiatinə və təvəffənə mə'əl-əbrar. Rəbbənə və atinə mə vəadtənə alə rusulikə və lə tuxzinə yevməl-qiyaməti innəkə lə tuxliful mi'ad. Deyir, gördük, Həzrət bunları oxuyur. Həbbə deyir, Əli əleyhissalam bu ayələri təkrar oxuyurdu, bir dəfə yox. Və oxuya Əli əleyhissalam səmanın gözəlliyinə o qədər valih olmuşdu. Səmanın və səmanı yaradanın onun mütaliəsinə, onu diqqətlə seyr edirdi, mütaliə edirdi. Elə bir huşu başından çıxmışdı, day Həzrət özündə deyildi. Ağlı başından çıxmışdı. Sanki, yəni, bənzətmədir də, nəinki huşu başından çıxıb, sanki özün itirib və huşu başından çıxıb, Həzrət səmanı seyr eləyə bu ayəni oxuyurdu. Yaxınlaşdı mənə. Dedi, Həbbə, oyaqsan? Dedim, bəli, dedi, yatmısan? Dedi, yox, ağa, oyağam. Dedi, ağa, sənin nami əmalında cihad var, əməli salih var, təqva var, zöhd var. Nami əmalın parlaqdır ya Əli. Niyə belə ağlayırsan? Sən belə ağlayırsan, vay bizim halımıza. Həzrət deyir, başını dikdi aşağı, yenə başladı ağlamağa.
Dedi, həbbə, bizim hamımız Allahın yanında bir dayanacaq nöqtəmiz var. Əməllərimiz də ondan gizli deyil. Həbbə, sənlə məni Allahdan heç nə gizlədə bilməz. Dedi, həbbə, Allah bizə şah damarımızdan yaxındır. Əmirül müminin bunları dedi. Ondan sonra üzün tutdu o dostum Novfa. Dedi, axı ki, Novf da mənim yanımdaydı. Dedi, Novf, yatmısan? Dedi, ya Əli, sənin heyrətli halıva təmaşa edirəm. Yatmaq nədir? Həzrət buyurdu ki, ey Novf, bu gecə, dedi, mən heyrətli halıva təmaşa edirəm. Və sən ki, belə day ağlayırdın Allahın qorxusundan, məni də ağlamaq tutdu. Mən də sənin halıvu təmaşa edirəm, Allahın xovfundan, qorxusundan ağlayıram. Həzrət dedi ki, ey Novf, yaxşıdır. Allahın qorxusundan əgər gözündən bir damcı yaş çıxsa, onda bu bir damcı yaş bir dərya boyda ateşi söndürməyə qadirdir. Həzrət bunlardan dedi, indi mən keçirəm bəzi yerlərin, dedi ki, öz vacibatınızı, məsuliyyətdə olduğunuz görəvinizi yerinə yetirməkdə məsuliyyətdə olun. Həzrət bunu bizə deyirdi ki, məsuliyyətdə olun. Görəvinizi yerinə yetirməkdə Allahdan qorxun. Bunları dedi, Həzrət elə bizdən aralandı və bizdən ayrıla da deyirdi ki, ey mənim Rəbbim, kaş biləydim ki, mən səndən üz döndərəndə, qafil olanda, sən də məndən üz döndərirsən, ya mənə tərəf üz döndərirsən. Kaş biləydim ki, mən uzun yuxuda olanda, güman ki, qəflət yuxusunu nəzərdə tutur və mən nemətlərin qarşılığında şükr etməmi səhlənkarlıq eləyəndə, mən onda sənin halın yanında necə durumduyam? Bu Əli ibn Əbi Talibin səmalara baxaraq etdiyi təfəkkür və o təfəkkür nəticəsində yaranan mərifət və duyğu. İmam-ı Səccad əleyhissalam, deyir İmam-ı Səccad əleyhissalam gecə namazına oyananda Həzrət məşğul idi, səmalara baxardı, Allahın əzəmətin səmalarda seyr eləyərdi. Ondan sonra deyərdi, Subhanəkə ma əzəmə ma nərə min xəlqik. Rivayətdə var, deyir İmam-ı Səccad bir dəfə oyandı səhər gecə namazına, əlin apardı dəstəmaz almağa suya, məsələn, hovuzdan indi su götürəcək. Əli suda, başı göydə, səmada. Səmanın əzəmətini seyr eləyir, başlayır məsələn, deməyə, Subhanəkə ma əzəmə ma nərə min xəlqik və ma əsğərə kullə əzimətin fi cəmmi qudrətik. Ey, pak o münəzzəh olan Allah. Sənin bizim gördüyümüz bu xilqətin nə qədər əzəmətlidir və ma əsğərə kullə əzimət və bu əzəmətli bizim gördüklərimiz qüdrətin qarşılığında nə qədər kiçikdir. Və ma əhvələ ma nərə min mələkutik və ma əhqərə zəlikə fīmə ғabə ənna min sultanik. Sənin o bizim gördüyümüz, müşahidə etdiyimiz mələkutun nə qədər vüsətli və əzəmətli və geniş və qüdrətlidir. Amma görmədiyimiz səltənətin qarşılığında nə qədər kiçikdir. Və ma əsbəğə ni'əməkə fid dünya. Sənin dünya nemətlərin nə qədər firavandır, nə qədər çoxdur. Və ma əsğərəhə fi ni'əmil axirə. Və bizim nə qədər çox dediyimiz nemətlər, axirət nemətləri qarşılığında nə qədər kiçikdir. Səmalara baxıb, səmaların əzəməti ilə İmam-ı Səccad belə deyir, əli də suda. Yəni, əlini aparıb ki, oradan məsələn bir ovuc su götürsün, dəstəmaz alsın. Deyir, onda görürlər ki, day azan vaxtıdır. İmam oyanmışdı gecə namazına. Ta azan vaxtına qədər imam elə valih olur, Allah ilə danışır, o səmalara baxa-baxa bu sözlərdən deyir, bu cümlələrdən deyir, ta inki artıq azanın vaxtı yetişir. Mərhum Ayətullah Bəhcətin oğlu Şeyx Əliyə Bəhcət deyirdi ki, atam gecə namazına oyanırdı, bizlərdən çox qabaq, məsələn, sübh azandan 2 saat, 3 saat əvvəl. Bir dəfə deyir, qış gecələrinin birində, indi söz yerini çəkər,
Ağa deyir oyanmışdı namaza, həyətdə o çarhovuzda getmişdi dəstəmaz almağa. Qar da yağmışdı, hər yerdə deyir buz bağlamışdı. Bu da qoca kişi idi da. Yıxılmışdı orada, ayağı sürüşüb buza yıxılmışdı və nə qədər eləmişdi ki, yerindən qalxsın, yerindən qalxanmamışdı. Yəni qalıb orada, səsi də bir yerə çatmır, gecənin bir aləmidir, evdə də hamı yatıb. Biz deyir səhər namazı, ya namazdan biraz əvvəl oyananda gördük ki, atam yıxılıb yerdə qalıb, belə. Yaxınlaşanda gördük ki, zikr eləyir. Tir-tir əsirdi, yaxınlaşanda gördük ki, zikr eləyir. Allah inşallah dediklərimizi, eşitdiklərimizi Əhl-i Beyt dəftərində səbt-ü zəbt eləsin və bizi dünyaya ayıq gəlib, ayıq gedən bəndələrindən qərar versin inşallah Taala. Bugün elə biraz çox danışdım. O cəhətdən üzürlü hesab eləyərsiniz. Vəssalamu aleykum və rəhmətullah.